Bəli, 25-ci xalq adından seçilmiş xalq düşməni Əhmədov Əli Cavadoğlu dostlar. Bu deməli bayaq dediyim 25 saylı Nizami 2-ci seçki dairəsindən Əli Əhmədov. Bu dostlar, mən bayaq dediyim o yalanla bağlı Həzrət Əlinin dediyi hemen o yalan şərəfsizlik deyək ki, o şərəfsizliyi yaradan ən səssiz fəlakətdir. Yəni yalancıda şərəf olmaz. Bax bu həmən bu Əli Əhmədov. Yəni İlham Əliyevdən tərəziyə qoysan bu ondan ağır gələr və ona görə də uzun müddətdir məhz bu həmən o yaftada, həmən bu coftada həmən bu Əli Əhmədov öndədir. Və demək olar ki, təsəvvür edin ki, həmən bu Əli Əhmədov deməli bu da həmən dediyim o Ermənistandandır. Dərə Basarkeçər rayonu Ermənistan SSR Yeni Azərbaycan Partiyası siyasətçi. Yəni həmən o yalan üydən şərəfsiz, yəni siyasətçi söhbəti buna yaraşmaz. Gəlin indi onun bu şeydə Wikipediyada yazılmış tərcümə halına baxıb birinci, sonra onun deməli Əli Cavadoğlu Əhmədov. Təsəvvür edin, Azərbaycanda ictimai siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, təsəvvür edin, Milli Məclisin 2, 3 və 7-ci çağırış deputatı. 2000, 2010, 2024 Azərbaycan Respublikası Baş Nazirinin müavini. 2013-2024 Yeni Azərbaycan Partiyası sədrinin müavini və idarə heyətinin üzvü, fəlsəfə doktoru, professor. Həyatı. Əli Cavadoğlu Əhmədov 1953-cü il yanvarın 27-sində Ermənistan SSR Bazarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Moskva Dövlət Tarix Arxiv İnstitutunun tarix fakültəsini bitirmiş, bir dərsliyin 50-dən çox elmi əsərin və məqalənin müəllifidir. 1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan Elmlər Akademiyasının mərkəzi elmi baş arxivinin müdürü olmuş, 1980-ci ildə Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdürü işləmişdi. Siyasi fəaliyyəti 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin administrasiyasında şöbə müdürünün müavini vəzifəsində çalışmışdı. 1999-2000-ci illərdə Xətai rayon icra hakimiyyətinin başçısı olmuşdu. Təsəvvür edin, 22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası Baş Nazirinin müavinidir. Təsəvvür edin, Azərbaycan Respublikası ilə Qırğızistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlər arası komissiyanın həmsədridir. Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlər arası komissiyanın həmsədridir. 2000-ci ildə ikinci çağırış deməli Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdu. 2005-ci il noyabrın 6-sında 19 saylı Nərmanov birinci seçki dairəsindən deputat seçilmişdi. Milli Məclisin elm və təhsil məsələlərinə dair komissiyanın üzvü olmuşdu. 2010-cu ildə 4-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdi.
Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdu. O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisində qələbə qazanaraq Milli Məclisin 7-ci çağırış deputatı seçilmişdi. O yeni çağırış parlamentin ilk iclasında Milli Məclisin sədrinin birinci müavini seçilib, 23 sentyabr 2024-cü ildə prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Baş Naziri müavininin vəzifəsindən azad edilmişdi. Partiya fəaliyyəti 1999-cu ildə Yeni Azərbaycan Partiyasının birinci qurultayında partiyanın icra katibi seçilmişdi. Partiyanın 2005-ci ildə keçirilən 3-cü qurultayında, 2013-cü ildə keçirilən 5 qurultayında və 2018-ci ildə keçirilən 7-ci qurultayında YAP sədrinin müavini və icra katibi seçilmişdi. Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında 5 mart 2021-ci il YAP sədrinin müavini və idarə heyətinin üzvü seçilib. 16 oktyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biridir. Evlidir, 2 evladı var. Yəni həmin o 91 şərəfsiz, 91-lər şərəfsizlərdən biri də məhz bu Əli Əhmədovdur dostlar, təsəvvür edin. Və təbii məsələdir ki, təltifləri də ki öz yerində. Yəni onlardan əsas mən ikisini deyəcəm. 13-cü ildə buna şöhrət ordeni, yəni İlham Əliyev və Heydər Əliyevi şöhrətləndirdiyinə görə 2023-cü ildə yanvarın 26-sında da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə Əli Cavadoğlu Əhmədov şərəf, yəni bütün şərəfsizlər kimi şərəf ordeni ilə təltif edilir. Məsələ burasındadır ki, inanın, mən bu şərəf ordeni alanların əksəriyyəti arasında bir dənə şərəfli adama rast gəlmədim. Və məsələ burasındadır ki, bax, mən ona görə deyirəm dostlar, bizim həmən o sənət adamlarımız var, bizim yəni bu, yəni bizim fəxr elədiyimiz, bizim güvəndiyimiz, bizim deyək ki, talantından, qabiliyyətindən, istedadından sevindiyimiz adamlara da bu şərəfsizlər həmən bu ordeni verməklə özlərinə tay edirlər. Mən ona görə etiraz edirəm. Bizim bu dəyər saymaq istədiyimiz bu adamlara qarşı həmən bu şərəfsizliyi törətdiklərinə görə. Yəni ona görə bəzən çox vaxt ona görə etiraz eləmişəm ki, məsələn, deyək ki, Rasim Balayev gəlib bunlardan bir cərgədə duranda mən ona etiraz eləmişəm, bilirsiniz. Və son olaraq bunun həmən bu Əli Əhmədovun bir balaca bir lenti var. Onu da göstərim sizə. Bu da həmən o uşaq pulu ilə, uşağın azalması ilə bağlı olduğu üçün, maraqlı olduğu üçün, yəni özünü təksib elədiyi üçün, özünə qarşı da şərəfsizlik elədiyini də verdiyi üçün mən onu sizə göstərmək istəyirəm ki, baxın dostlar. Bax, bugün bizim parlamentimiz həmən o şərəfsizlərdən ibarət prezident aparatının parlament şöbəsi. Ona görə deyirəm, baxın. Ən düzgün yol ondan ibarət olar ki, hökumət apardığı işlər sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə elədiyi imkanlar hesabına təmin edə bilsin. Yəni, çalışmaq lazımdır ki, daha çox bu yolunu gedək. Çalışmaq lazımdır ki, ailələri ələ-baxımlığa ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu daha düzgün yol ola bilərdi. Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsində xidmət göstərmiş olur. Məlum olduğu kimi, son bir neçə illər ərzində Azərbaycanda əhalinin artım tempində bir azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda 2025-ci ildə göstərici 100 minin altında olubdur. 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5-1,6 milyon uşaq təhsil alırdısa, ümid edirəm ki, bu temp davam etsə bir neçə ildən sonra bizim məktəblərimizdə oxuyanların sayı təxminən 1 milyon olacaqdır ki, bu da 50 milyona yaxın müəllimin ixtisari risklərini yaradır. Bir neçə 10 ildən sonra isə yəqin ki,
Pensiyada olan əhali ilə işləmə qabiliyyətində olan əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verəcəkdir ki, bu da həm iqtisadiyyatımıza, həm də sosial siyasətimizə ciddi təsir göstərə bilər. Daha sonra çıxış üçün söz Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədova verilib. O çıxışda bildirib ki, 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı. İnsanları narahat edən, xalqı vahiməyə salan bütün proseslər dəf edildi. Xaos, anarxiya, özbaşınalık aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizm ləğv edildi. Ermənilərin Azərbaycan ərazilərinin dərinliklərinə gəlməsinin qarşısı alındı. Ən başlıcası isə ölkəni bürümüş siyasi və iqtisadi böhrandan ölkə çıxa bildi. Hakimiyyət böhranı da aradan qaldırıldı. Əli Cavadoğlu Əhmədov şərəf ordeni ilə təltif olunub. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Cavadoğlu Əhmədov şərəf ordeni ilə təltif olunub. Bax, həmən bu Əli Cavadoğlu Əhmədov elədiyi şərəfsizliklərə görə məhz o qoca qurtdan ümummilli lideri düzəltmək istədiyinə görə bax budur. O nöqteyi nəzərdən 25-ci xalq adından seçilmiş xalq düşməni. Alik Mahmudov yazır ki, salam Şahəddin bəy və uca millətim, sağ ol əziz qardaşım, həmişə uca olasan və təbii məsələdir ki, biz Əli Əhmədovun Azərbaycan xalqına qarşı bu qədər xəyanətlərini sözsüz ki, ona cavabsız qoymayacağıq. Bax, bizim növbəti deyək ki, 25-ci şərəfsiz deputatımız Əli Cavadoğlu Əhmədov.